Səhifəyə şəkil, video və səs fayllarının əlavə edilməsi, yerləşdirilməsi. Bunun üçün biz alətlər panelindən media alətini seçərək və yerləşdir menyusundan media əmrini seçərək icra edə bilərik. Bu əmri seçdikdə bizim qarşımıza belə bir pəncərə açılır. Və hər birimizin kompüterumuzda internetdən və yaxud da digər vasitələrlə əldə etdiyimiz mahnılar, şəkillər, səs faylları vardır. Biz həmin papkanı ilk öncə tapırıq. Məsələn, mən iş masasında ilə yerləşdirmişəm, həmin papkanı tapdım, açdım. Mənə lazım olan hər hansı bir şəklin üzərindən sıxıb, aç əmrini verməklə şəkli işçi səhifəyə yerləşdirə bilərəm. Şəklin üzərindən tutub sıxıb, istənilən istiqamətdə onu hərəkət elətdirə bilərəm. Eyni zamanda qələm və yaxud da fosforlu qələm aləti vasitəsilə üzərində hər hansı qeydləri aparıb yazılar yazmaq mümkündür. Video faylların yerləşdirilməsi. Video faylları da eyni ilə şəkil obyektini yerləşdirdiyimiz ardıcıllıqla icra olunacaq. Yerləşdir, media və video fayl seçilir. Seçilib açılır. Və video fayl bizim səhifəmizdə yerləşdir. Birinci düyməni sıxaraq ifanı dayandırıb, yenidən üzərindən sıxaraq ifanı davam elətdirə bilərəm. Növbəti bu düymə sürüngeç bizim videomuzu daha əvvələ ötürmək və geriyə ötürmək üçündür. Növbəti bu düymə üzərindən sıxaraq videonun səsini artırar və videonun səsini azalda bilər. Ən maraqlısı bu düymədir ki, bizim dərs zamanı ən çox köməyimizə çatan düymədir, fotoaparat işarəsi. Bu işarənin üzərindən sıxmaqla video gedə-gedə bizə lazım olan anların şəklini çəkib saxlaya bilərik. Məsələn, videonun üzərindən sıxaraq. Və beləcə. Məsələn, video bizim tarixi abidələrimizdən bəhs edir. Bizim dərsimiz, mövzumuz da tarixi abidələr ola bilər. Videonu izlətdikcə əsas məqamların, əsas abidələrin şəkillərini çəkib saxlayarıq. Sonra müzakirə zamanı həmin bu abidələrin çəkib videoda gedən zaman çəkib saxladığımız abidələr üzərində yenə fosforlu qələm və yaxud da qələm alətini götürərək qeydlər apara bilərik. Onlar haqqında hər hansı məlumatları yaza bilərik. Səhifəyə səs fayllarının yerləşdirilməsi də eyni ardıcıllıqla icra olunur. Yerləşdir media, səs. Seçib səsi aç əmrini sıxdıqda belə bir işarə yerləşir. Bu işarənin üstünə sıxmaqla biz səsi dinləyə bilərik və ya da dinlətdirə bilərik şagirdlərə. Eyni ilə səsini artırıb azaltmaq və səs faylını